Yaşlı nəsildə bir də belə bir şey var. Bayaqlar dediniz ki, çıxmaq istəyirdim işdən, evdəkilər dedilər ki, işdən ayrılma falan. Yəni yaşlı nəsildə var belə bir şey və yaxud da mənim anamda da, ailə üzvlərimizdə də belə bir münasibət olur ki, biznes qurmaq nədir, dövlət işi falan stabil olaraq oturacaq bir yer olmalıdır. Yəni çox bağlılığı var da hansısa bir stabil, sabit bir işə. Yəni bu bəstəcə maneə törədirmi? Məsələn, bundan müzakirə elədik. Yəni insanlar düzdür, fərqli addımlar atırlar. Hər hədə bir cürdür. O riskləri gözə alırlar, almırlar. Yəni necə yəni atmağa dəyərmi də oradan o addımı? Burada bilsin necədir məsələ. Yaşlı nəsil deyəndə burada məncə Sovet daha ağır bir şey təsir edir. Çünki o scarcity-də əlinizdə, yəni burada iki dənə məntiq var. Məsələn, mən həmişə onu danışmağa çalışıram. Bir baxışlayın, bunu Azərbaycanla bəzən gəlməyə bilər. Bir də üzr istəyirəm. Mən Azərbaycan təzə köçdüyüm üçün bəzi kəlmələr hələm də yoxdur Azərbaycan dilində. Yavaş-yavaş onu nitqimə inteqrasiya eləməyə çatırıram. Amma məsələn, mənim ən çox gördüyüm və həyatda fəlsəfə olaraq da iki dənə insan tipi olur. Ya scarcity məntiqi ilə, yəni resurslarımız azdır, bunu heç vaxt bacara bilməyəcəyik, ona görə özümüzü sıxaq deyə məntiq olan, ya da abundance məntiqi var. Yəni hər şey boldur, rahat-rahat ölmək lazımdır. Bu insanlar, yəni mənim atamın mənə dediyi, yəni ekzemplər odur ki, biz cins nədir bilməzdik. Yəni bu nə demək istəyirəm? O vaxtda bizim Sovet vaxtında evimizə bir paket cins gəlib, hamı gəlib oğurlayıb aparıb onları ki, cins var da burada. İndi bu insanlar illərlə o məntiqlə, o fəlsəfə ilə böyümüş insanlara siz abundance anlatanda, çünki məndə də tamamilə abundance məntiqi var ki, mən 25 yaşında buralara gəlmişəmsə, mən həmişə özüm şey deyirdim, mən mühəndislik ekologidə Almanlar, mən Almanlardan daha yaxşı mühəndislik eləyə bilirəmsə, mənim qabağımda heç nə saxlaya bilməzdi. Yəni bilsin nə demək istəyirəm. O fəlsəfənin bir, yəni Venn diagram deyirlərdi. Bu iki dənə yumunun birləşdiyi nöqtəni tapmaq lazımdır. Deyə bilmərəm ki, bu da düzdür ya da bu səhvdir də. Amma bilsin nədir? Ailə də, ailənin fəlsəfəsini də biz nə qədər istəməsək də daşıyırıq bəzi yerlərdə. Ona görə deyə bilmərəm ki, onlar səhvdir. Və deyə bilmərəm ki, biz səhvik. Orada o ara həmişə çox, yəni mənim yaşlaşdıqca, gördükcə ən çox dediyim fəlsəfə odur ki, həmişə aranı tapmaq lazımdır. Yəni Qızıl orta.